Üçüncü sualını verim. Bəziləri deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm harda əlini açıb dua eləyibsə, biz orada eləyirik. Harda əlini açmayıbsa, biz də orada açmırıq. Harda açıbsa dəlil lazım. Məsələn, qunutda açıb, bəddua eləyəndə açıb, qalan yerdə əl açmaq olmaz. Dua iki növdür. Var mutlaq, var müqayyət. Mutlaq, müqayyət. Müqayyət nədir? Müqayyət hansısa bir tutaq ki, zamana bağlı olan, müəyyən qəlibdə olan, ləfsləri olan, sünnədə varid olur. Bu ləfslər. Bu nədir? Müqayyət duadır, qeydli. Məsələn, məsciddən çıxanda, məscidə qayda budur ki, müqayyət dualarda, bu qayda keçir. Müqayyət olan dualarda, harada ki, sünnədə əl qaldırmaq gəlib qaldırırsa, müqayyət dualarda, sünnədə əl qaldırmaq gəlməyibsə, o yerdə əl qaldırmaq bidətdir. Məsələn, məscidə girərkən, çıxarkən zikr var da, dua. Bu müqayyətdir də, məscidə girib çıxmağa bağlı və müəyyən ləfsi gəlir. Düzdürmü? Sən təsəvvür elə həmin duanı məscidə girəndə əl aça-aça girirsən, çıxanda əl aça-aça çıxırsan. Bu bidətdir. Çünki sünnədə varid olmuyor. Amma sünnədə gəlibsə ki, əl açıb dua eləmək, vəssalam. Məsələn, qunut. Və ya, tutaq ki, Səfa Mərva arasında və s. Haradakı əl açmaq gəlir. Amma biri də var, mutlaq, müqayyət olmayan, mütləq. Yəni, sünnədə yeri, ləfsi varid olan yox, mütləq dualar. Məsələn, qardaş sualda verdiyi. Cümə günün son saatı. Hansı bir duadan, zikirdən söhbət getmir. Və yağış yağanda. Və ya azan iqamə arası. Yəni, bildiyimiz duanın qəbul olan vaxtları, qəbul olan yerləri. Mütləq. Yəni, əl açıram, ana üçün, ata üçün dua edirəm, ölənlərim üçün dua edirəm, sağ olanlar üçün dua edirəm, övladım üçün dua, özüm üçün dua edirəm. Mutlaq. Burada artıq sünnədə, yəni gəlibmi əl açmaq varsa, bu şərt deyil. Necə? Çünki əl açıb dua eləmək və ya dua edərkən əl açmaq, bu Peyğəmbər sallallahu aleyhi və səlləmlə və onun əshabına təvatürən sabit olur. Ki, dua edərkən əl açmaq, duanın ədəblərindən olması. Təvatürən sabit olur. Məsələn, o 40 hədisin birində gələn o kişi ki, əllərini səmaya qaldırıb, Ya Rabbi, dua edir. Əllərini nə edir? Qaldırıb. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir hədisdə, dua edəndə əlimizin üstü ilə yox, əlimizin içi ilə edir. Və başqa hədisdə Allah Rasulü buyurur ki, Allah ona doğru uzanan əlləri geri boş qaytarmaqdan həya edir. Və s. Yəni, təvatürəndir. İndi biri, azan iqamə arası əl açıb dua edir. Əl açıb dua edir. Buna iki dənə sual verir. Birinci sual əməli barədə, yəni ki, azan iqamə arası nə üçün dua edirsən? Cavab, çünki Allah Rasulü hədisdə belə bilir. İkinci sual, nə üçün əl açıb dua edirsən? Cavabı var ya yoxdur? Cavabı var. Nədir? Deyəcək ki, dua edərkən əl açmaq duanın ədəblərindəndir və bu sünnə ilə sabit olur. Onun üçün ayrıca dəlil gətirməyə ehtiyacı yoxdur. Niyə? Çünki müqayyət deyil, mutlaq. Aydındır. Belə. Mutlaqdır diyorsun yəni belə. Budur, yəni alimlərin əksəriyyəti olarak. Mən dedim, cümə günü Peyğəmbərin əl açıb dua edir. Yox. Əl açıb dua eləməyib, yox. Harada mı şeylər? Gəlib? Yox. Var deyil dəlil ki, o deyil. Məsələ odur ki, yəni eləməyib, yox, belə bir şey yoxdur. Harada bir şey eləməyib? Məsələn, yağış yağarkən dua edir. Yəni, o yağış duası Allahumma sayyibən nəfə, ondan gedmir. Yəni, duanın qəbul olan vaxtı olur. Sən deyirsən ki, Allah Rasulü əl açıb dua eləmir. Harada bilirsən? Belə deyilmir. Belə deyilir. Əl açıb dua elədiyinə dair hədis varid olmur. Belə deyilir. Elmi olaraq belə deyilir. Deyilmir ki, əl açıb dua. Harada bilirsən yəni?
Aydın oldu necə? Əl açıb dua eləməsinə dair varid olmur. Ehtiyac da yoxdur. Niyə? Çünki onsuz da dua edərkən əlləri açmağa dair sünnət təvatürür. Onsuz da duanın ədəblərindəndir. Onun üçün ayrıca ehtiyac yoxdur. Məsələn, Allah Resulü Aleyhisselatü Vesselam sahabələrinə təlimində öyrətmişdi. Və sahabələr bilirdilər ki, dua edərkən əl açıb dua eləmək nədir? Duanın ədəblərindəndir. Bunu bilirdilər. Ona görə deyir ki, tavatürə sabit olub. Tavatür nədir? Çox sayılır. Bunu bilirdilər. İndi bunu bilən bir topluma Allah Resulü Aleyhisselatü Vesselam məsələn deyir ki, azan iqamə arası dua rədd olub. Yağış yağarkən dua. Burada indi nəyi bəyan edir? Nəyi öyrədir onlara? Dua etmək. Harda? Ehtiyac var, desin ki, əl açır. Onu olsa bilirlər də. Aydın oldu nə demək? İstəyirəm Allaha tərif deyə, sonra belə deyə. Aydın oldu nə demək istəyirəm? Yəni, onda qalsa, onda o qədər məsələlər var ki, hamısı bir yerdə gəlmir ki. Başa düşündürəm. Yəni, burada dəlil tələb olunur ki, yoxsa mənə dəlil gətir ki, o hədis ki var, azan iqamə arası dua rədd olunmur. O hədisdə bu gəlməlidir ki, azan iqamə arası dua rədd olunmur. O dua ki, əl qaldırılıb edilir. Bir şey olur yəni. Mütləq Allah Resulü Aleyhisselatü Vesselam duanın icabət vaxtlarını qeyd edəndə əli qaldırmağı qeyd eləməli idi. Hə? Sual. Duanın bir dənə ədəbi budur. Bundan başqa ədəbi yoxdur. Bəs onlar qeydlənmir, onlar da qeyd edilir. Hamısı. Hamısını ədəbi xatırlatmalıdır. Bu nə asıl bir şeydir. Yəni, bu tək bu məsələdə deyil, axı. Bütün məsələlərdə belədir. Yəni, belə bir şey yoxdur, axı. Mütləq bir hədis gəlməlidir. Orada onun bütün rükunlar. İndi Allah Resulü Aleyhisselatü Vesselam, onsuz da sahabələr bilirdilər ki, əl açıb dua eləmək, duanın ədəblərindəndir. Bunu bilirdilər. Bunu bilən bir topluma, indi duanın hansısa bir yerini öyrədir də. Məsələn, yağış yağarkən dua eləmək. Yox, mütləq deməliyik ki, yağış yağarkən dua eləmək və azan və iqam arasında dua eləmək, o dua rədd olunmur. Hansı dua? Əl açıb edilər. Yox, bunu deməyibsə, onda eləmirsən. Belə yoxdur axı bir şey. Çünki deməyə ehtiyac yoxdur. Aydındır? Həm də mutlaq olduğuna görə də. Bu dua əllər qaldırmaq edilir. Bəs davamiyyətli bir yerdə edilir və deyik məsəl üçün gəlmir. Ümumi dəlillər var. Məsəl üçün dua edərkən əllər qaldırmaq. Ümumi dəlillərdən bilirik ki, əli qaldırmaq olar. Bu da daima edilsə bəs. Nəyi daima? Əlli daima məsəl üçün yağış yağarkən daima əlini qaldırmaq. Yəni problem deyil o. Adam daima ehtiyac var ya ümumiyyətlə. Bir arada bir edir misal üçün. Bir də o daimi edəndə görür ki, ümumiyyətlə dua edərkən. Tamam, onda sual verirəm. Sual verirəm. Sualı belə verir. Dua edərkən, məsələn, duadan qabaq, bayaqları elə dedik. Duanın əvvəlini istiğfarla başlamaq. Duanın ədəblərindəndir. Və ya Peyğəmbəri salavatla. Duanın ədəblərindəndir. Bütün dualarda. Sual verir. Bütün dualarda. Mən yəni bilirəm. Sual verir. Əlbəttə. Yəni, harsan insan əl açıb dua edir Allaha. İstiğfarla başlaya bilər. Salavatla bütün dualara aid. Görürsən, hərdən bir. Dəlil nədir ki, bütün dua? Bu nə sual? İndi sual verirəm. Niyə görə bu istiğfarda, salavatda yada düşmür? Məhz əl açmaqda yada düşür. Deməli, torbada nə var? Eşitmişik ki, o daimi yerdə dəlil olmalıdır, ona görə ağlına gəlir. Tamam, həmin sual verəndə, həmin sual aydın oldu. İstiğfar. Niyə onda bu sual gəlmir ağla? Nəsə gəlmir. O duaya başlayanda salavat, istiğfar özə eləyir axı. Özə elədiyinə görə sual vermir. Demir, bunu daim eləmək olar yox. Amma özə əl qaldırmır deyənə, görəndə ki, kimsə əl qaldırır, deyir daim eləmək. Eyni şeydir yəni. Aydındır. Yəni, belə şəriətdə qayda yoxdur ki, o cür şey olsun. Biz ümumən bilirik ki, bu duanın ədəblərindəndir və bu sünnə ilə də sabit.